Zirkon dişlər düzəltmişik. Aparat yerini alsın. Biz də başlayaq. Çox uzaqlara gedəcək. Xaricdən gəlir pasiyentimiz. Xaric dediyimiz Rusiyadan gəlir. Belə zirkon dişlərini taxacağıq. Belə körpülərdir. Bunlar indi taxırıq ağza. Bir baxaq ağızdadır. Bunlar nədir? Bunlar zirkon materiallardır. Bunların üzərlərində keramika qatı yoxdur. Yəni ki, metal keramikalarda olan metalın əvəzi bu da zirkon metaldır. Zirkon da Mendeleyev üzrə ümumiyyətlə metaldır. Zirkondan olan karkaslardır. Üzərlərində keramika yoxdur. Full zirkon olanda, tam anatomik olanda bunlar axıra qədər də bu rəngdə tam da zirkondan olunur. Yəni tam zirkon, full zirkon deyirik. Monolitik deyirik elmi adı olaraq. Amma belə deyilsə üzərlərinə zirkon keramika qoyuruq. Full zirkonun o birisindən fərqi budur ki, zirkon keramikadan fərqi budur ki, burada full zirkonda tam olduğu halda bunda keramika qatı olur və keramika qatında da minadentin, transpara və digər qatlar olsun. Texnik bunları xüsusi işləyir, dişə bir gözəllik gətirir. Ən çox qabaq dişlərdə zirkon keramika, arxalarda isə full zirkon eləməli oluruq. Çünki qabaqlarda effekt daha gözəl görünür. Burada karkaslardır. Gəl bu karkasları qoyaq ağza baxaq. Ağızda da dişləri yonulur. Müxtəlif yonuluş tipləridir. Bıçaq yonuluş və biraz da bağlayırıq, biraz bıçaq yonuluş da vardır burada, pillə yonuluş da vardır. Yonuluş ümumiyyətlə budur. Dişlər burada tutalım ki, güdüllə yox bu səfər zirkon olduğu üçün fiber postla bərpa olunub. Özündən göründüyü kimi 2 ədəd görürük, orada fiber post var, qara nöqtələr. Fiber postlarla hər birində 2 ədəd olmaqla bərpa olunub. Ümumi vəziyyətə bir baxaq görək. Karkaslar necə oturub. Zirkonların burada primerkasıdır ki, karkaslar nə tər oturub. Hər tərəfdən diş ətinin altına girməlidir. Ən əsas məsələlərimizdən biri budur. Heç bir müdaxilə eləmədən diş ətlərinin altına tamamən girmişdir. Burada arxa tərəfindən mənim güzgümdən görsək, diş ətlərinin altına tamamən girmişdir. Qabaq tərəfi qoyaq indi zirkonumuzu. Qabaq belə. Bağlayırıq. Baxın, məsələn, burada görürsünüz çatışmazlığı var da, qısadır, yöntəmsizlik falandır. Niyə görə? Çünki üzərlərinə elə bunun keramika qatı gəlməyib. Bu sadəcə altında olan zirkon qatıdır. Yəni, zirkon keramikanın metal keramikadan fərqi nədir? Burada bu pasiyentin dişləri üzərində bunu göstərdik. Hər tərəfdən diş ətinə keçir. Hər tərəfdən demək, bunları deyirəm mən, diş ətinə keçir. Bax, burada gəlib diş ətinin altına keçir bu hissə. Bu diş ətinin altına keçmək o deməkdir ki, bu gələcəkdə dişləri çürütməyəcək, eləməyəcək, ağız suyu tüpürəcək, gir bura, məhv eləməyəcək. Amma buranın aralı olmağı bir sıxıntı deyil. Bu keramikada doldurulacaq bura, yəni burada. Yəni burada da indi quruluşlar var da, toxunan mı olsun, yəhərə bənzər mi olsun. Yəni bunda baxılmaz bu dişlərə təbii ki, bu zirkon karkasdır. Bunun üzərinə yəni dediyim kimi keramika ilə bir gözəl şəkildə elə bildiriləcək. Beləcə bu zirkon karkaslar gedir üzərlərinə keramika qatı vurulmaq üçün. Zirkon dişlərimizə bir baxaq. Zirkondur, içində metalı yoxdur bunların. Bir baxaq görək necə görünür. Belə. Aşağı dişlər də qoyaq. Balını sıxın. Ağız doldu dişlər. İndi bunların yerinə bir oturuşması lazım. Çatdırın. Qoyulma olmağı bilinir o dişlər. Biraz buradan diş əti qəşəngcə oturacaq edəcək. Oradan olmağı bilinir. Diş ağrı. Ağız bütün dişlərini qoyulur. Bura gələndə ilk olaraq siz çıxdınız qarşıma. Bəyəndim aşısı, gəldim etsin. Yanılmalı. Səmiyyətində yanılmalı. Vallahi yox. Burada deyirəm, ağız doludur deyə qəribədir, amma bir tər gəlir. Elə biləm danışıq tərim dəyişiklik. Rahat gülər. Doğrudur. Kompleksiz, həm də rahat da yeyə bilərsin. Yəni, həm funksionalda, həm estetik. Baxaq, simetrik var. Keramikalar indi sementləyəcəyik, pasiyentimiz gedəcək ondan sonra. Bu hissələrdə pillələr var. Bu pilləni görürük burada. Burada pillələr var. Bizim keramika düzəltdiyimiz keramika gəlir, bu pilləyə söykənib dayanır və diş ətinə hər hansı belə bir yüklənmə olmadığı üçün diş ətində gələcəkdə qızarma, şişkinlik, qanama tipli bir şeylərə rast gəlinməyəcəyinə mən söz verə bilərəm.
Açaq. Bir də görürsünüz ki, dişlər düzəlir, amma diş ətlərində qızarma, şişkinlik olur bir müddətdən sonra. Belə gəlib tamamən diş ətlərinə oturmuş, real, gözəl bir vəziyyətdədir zirkonlar. Hər tərəfdən də diş ətinə keçmişdir. Digər dişlərə baxsaq, burada da yonuluşu bir göstərsək. Burada da yonuluşumuz bıçaq yonuluşdur. Bıçaq kimi yonulub bunlar, bıçağın kəsici tərəfi kimi. Orada bir baxsaq. Tamam, zirkonlar da hazırlanıb. Bu zirkonları indi gətirib qoyuruq bura. Bax belə gözəl şəkildə gəlib keçir. Heç nə olmamış kimi gözəl də bir forma alır. Zaman keçdikcə bu diş ətlərində də burada da müəyyən bir qalınlaşmalar olur ki, bir də görürsünüz bu da dişlərin daha gözəl görünməsinə səbəb olur. Bu illər aparır təbii ki. Aşağı tərəfdə də belə baxsaq, burada yonuluşa diqqət eləsək, ümumi artıq bir yonuluş olmayıb. Dişlərin ucu şiş olsun, sonra sementdən atması üçün filan üçün hər hansı bir yonuluş olmayıb. Bir bunlara da baxsaq, bunları da fiber postlarla bərpa eləmişik. Bu dişləri də uzatmışıq, eləmişik. Fiber postlarla bərpa olub, öncəki hallarla müqayisə edəndə görəcəksiniz. Burada da zirkonlarımızı, körpülərimizi qoyaq. Bax, belə gözəl şəkildə gəldi, keçdi. Burada da həmçinin bıçaq yonulmuşdu. Kənardan bir baxsa, gəlib diş ətlərinə tamamən keçir. Heç bir hissə açıqda qalmır. Bax, bunlar çox vacib məsələlərdir. Bu çox vacib məsələlərdir. Bir də dişlərin boynunun uzanmasına bir baxaq. Tutalım, burada dişin öz boynu bax bu boyda olub. Bunu belə də sementləyə bilərdik, amma bir müddətdən sonra sementdən qopub pasiyentin əlində qalır dişlərdə 1-2 ildən sonra falan. Bunları uzatdıq, elədik blomla. İçində gördüyümüz bunlar da fiber postlardır. Bunları kökdən dəstək almışıq bunlarla. Mənə kömək eləyən həkimlər sağ olsun. Onları gözəl şəkildə eləməkdə mənə kömək eləyiblər. Yəni burada bir komanda işi olur. Yuxarı tərəfimizdə də, burada da zirkon toplamında 19 ədəd zirkondur burada. Yəni bu dişləri falanlar salmadıq. Çox minimal invaziv işlədik. Ən zəruri olanları işlədik. Hamısı gözəl şəkildə də oturur, normaldır. Dişlər ümumilikdə belə baxsaq, gözəl şəkildə də oturur. Yenə deyirəm, bu dişi çəksək, biz dodağı belə endirib saxlasaq, eləsək, dişləri belə göstərsək, bunların üstündəki bax, burada rəng fərqləri göründü. Biraz yuxarıda dentinlik var, uzunda emallar var filan var. Çox da şit eləmirik pasiyentin yaşına filanına görə də. Yaşlı deyil, pasiyent 38 yaşı var. Amma pasiyentin yaşına görə çox şit altından çoxlu emal verəsən, mişar kimi eləyəsən, uşaq süd dişləri kimi uclarını filan, bunlar yəni ehtiyac deyil, belə gözəl görünür. Bizdə əsas nədir? Təbiilik, yəni təbii görünsün, dişin qoyulma olmağı bilinməsin. Pasiyentimizin dişləri hazır oldu, zirkonlar. İndi deyəcəksiniz bu ara nədir? Bu aranı qoymuşuq ki, burada diş əti yavaş-yavaş tədricən bura birazca uzantı verəcək. Burada gözəl bir görkəm olacaq. Eyni rəngdə, eyni formada. Bu köpək dişləri sarı olur hər kəsdə. Bu dişləri amma aşağılara uyğun elədik. Eyni rəng, eyni forma. Əsas stomatoloqun işinin bilindiyi yer diş ətlərində qızarmanın, şişkinliyin olmasıdır ki, bu qabaqda pillə yonulmuşdu, arxalarda bıçaq yonulmuşdu. Bunlar da olmayacaqdır. Digər dişlərin oturuşuna baxaq. Bunlar da zamok-zamoku gözəlcə oturub burada. Heç arada yoxdur. Çeynəmə bir necə istəyir, çeynəyə biləcəkdir pasiyent. Burada zaman keçdikcə diş ətlərində də bu araya dolmalar olacaqdır. Biz kip sıxmışıq bura, araya dolmalar olacaqdır. Dişlər hər tərəfdən, bu qapaqlar dişləri bürümüşdür ki, içindəki dişlər məhv olmasın, xarab olmasın. Digər tərəfə də bir baxsaq, buralar da belə normal işlənilmişdir, gözəl işlənilmişdir. Zamok-zamoka çeynənilməsi gözəl. Biraz açırıq. Dişlərin ümumi görünüşləri bunlar. Fissurlar filanlar dediyimiz bu çeynəmə çökəklikləri, sonra bu qabarlar filanlar da normal qaydada işlənilmişdir. Dişlərin arxa tərəfdən oturuşuna bir baxsaq, tamamən diş ətinin altına keçib. Bu tərəfdən də həmçinin tamamən diş ətinin altına keçib. Aşağı dişlər də həmçinin. Pasiyent Rusiyadan gəlib, uzaqlardan gəlib, dişlərin müalicəsi üçün gəlib deyəsən, hə? Bəli. Gəlib dişlərin müalicəsi üçün. Bizi də oradan görüb, bəyənib, like eləyib, sonra bilet alıb gəlib, ha? Təbii ki. O məqsədlə sizin yanınıza gəlmişəm. Hə, bizim yanımıza gəlib, bilmirəm necə gedir. Soruşanda deyirəm necədir, deyir belə də. Ya belə dədir, yoxsa 100 üzərindən neçə? Superdir. %100%. %100. Mübarəkdir. Gülürük, qəşəngcə gülürük. Güləndə də belə, bunu kimsə heç baxıb buradan gülərkən deməyəcək ki, burada qoyulma diş var, filan var.